Bugünkü dersimizin izahı 3x3 basketboldur. 3x3 basketbol oyunun dəqiq bir yaranma tarixi yoxdur. Amerika küçələrində yaradılıb. 2007-ci ildən bu oyunlara maraq daha da çox artırılmışdır. 2010-cu ildə gənclərin ya Olimpiya oyunlarında oynanılmasına tövsiyə edilmişdir. Bu oyunların ilk dünya çempionatları 2012-ci il, ilk Avropa çempionatları 2014-cü ildən təşkil edilir. Avropa və dünya çempionatları bildiyimiz kimi hər il təşkil edilir. 2020-ci ildə yay Olimpiya oyunlarının proqramlarına, 2017-ci ildə isə İslam həmrəylik oyunlarının proqramlarına daxil olmuşdur. 3x3 basketbol idman oyunu üzrə qadınlardan və kişilərdən ibarət milli yığma komandalarımız 2017-ci ildə keçirilən 4-cü İslam həmrəylik oyunlarında qızıl medal əldə etdilər. Olar ki, qarşımıza belə bir sual çıxarsa, 3x3 basketbol üzrə Azərbaycan milli komandaları hansı beynəlxalq tədbirlərdə ən uğurlu nəticəni əldə etmişlər? Bu zaman bilməliyik ki, 2017-ci il 4-cü İslam həmrəylik oyunlarından söhbət gedir. Əlbəttə ki, bizə məlumdur ki, Azərbaycan birinci yerdə qərarlaşdı. 75 qızıl, 50 gümüş, 37 bürünc olmaqla cəmində 162 medal əldə olundu. Növbəti İslam həmrəylik oyunlarında, yəni 5-ci İslam həmrəylik oyunlarında 2021-ci ildə Azərbaycan idmançıları 99 medal əldə etdilər. Bu zaman bilirik ki, kişilər gümüş medal, qadınlar yenə birinci yerə layiq görüldülər. Yəni qızıl medal əldə etdilər. Sonuncu İslam həmrəylik oyunları bilirik ki, 2025-ci ildə keçirildi. Yəni 6-cı İslam həmrəylik oyunlarında Azərbaycan idmançıları 9 qızıl, 19 gümüş, 31 bürünc olmaqla cəmində 59 medal əldə olundu. Azərbaycan milli yığma komandaları Olimpiya oyunlarının proqramlarında 2024-cü ildə keçirilən Parisdə keçirilən 2024-cü ildə ya Olimpiya oyunlarında iştirakı baş tutdu. Bu zaman bizə məlumdur ki, hər hansı bir medal əldə olunmadı. 3x3 basketbol idman oyunun müəllimləri biz bilirik ki, özünün ayrıca Beynəlxalq Basketbol Federasiyaları təşkilatı yoxdur. Bu oyunlara FIBA rəhbərlik edir. Baxaq meydanda olan digər qaydalara. Biz bilirik ki, bu oyun bir səbətli oyundur. 2 komandalı oyundur. Hər bir komandanın 3 əsas və 1 ehtiyat oyuncusu olur. Meydanın uzunluğu 11, eni 15 metr olaraq təşkil edilmişdir. Meydanda olan xətlərin qalınlığı 5 sm-dir. Belə bir sual gələr qarşımıza. Eni uzunluğundan böyük olan idman meydançası hansı idman meydançasıdır? Bu zaman biz bilməliyik ki, söhbət 3x3 basketboldan gedir. Bəli, eni uzunluğundan böyükdür. Meydanı məhdudlaşdıran xətlər meydanın daxili sayılmır. Lövhənin yerdən olan hündürlüyü olacaq 290 sm. Səbətin yerdən hündürlüyü olacaq 305 sm. Çünki səbət lövhənin aşağı hissəsindən yuxarıya doğru 15 sm yuxarıda tətbiq edilmişdir. Onun üçün də səbətin yerdən olan hündürlüyü 15 metr fərqli olaraq 305 sm təşkil edilir. Lövhənin özünün hündürlüyü olacaq 105 sm, lövhənin uzunluğu olacaq 180 sm. Gördüyümüz bu halqanın diametri nə qədər olacaq? Halqanın diametri olacaq 45 sm. Halqadan asılan torun da diametri olacaq 45 sm. Hakim briqadasının sayı 5-dir. 2 meydan hakimi var, 3 masa hakimi. Oyunun da başlaması biz bilirik ki, oyun müəllimlər püşk atma ilə başlayır. Püşkü qazanan komanda oyunun başlanğıcında ya da əlavə vaxtlarda topu oyuna çek balla başlaya bilər. Yəni püşkü qazanan komanda hücumu və yaxud da ki, müdafiəni seçə bilər. Topu oyuna çek balla başlayan, püşk atmadan sonra topu oyuna çek balla başlayan komanda oyuncusu 6.75 metr xəttin çölündə, yəni gördüyünüz bu istiqamətdə qalacaq. Müdafiə olunan komandanın da bir oyuncusu 6.75 metr xəttin içərisində duracaq. Bizə məlumdur ki, bu zaman hakim topu atacaq daxildə olan oyuncuya. Topu qəbul edəndən sonra müdafiə olunan komandanın oyuncusu topu atacaq hücumda olan komanda oyuncusuna. Artıq bu zaman top oyuna, bəli, çek balla başlama budur. Top oyuna çek balla başlayacaq. Çek balla. Bunların arasında 1 metr mütləq məsafə gözlənilməlidir. Bu zaman oyun başlanacaq. Hücuma verilən vaxtın da müddəti 12 saniyədir. Bu 12 saniyə müddətində top mütləq səbətə atılmalıdır. Bəli, top mütləq səbətə atılmalıdır. 6.75 hücumda olan komanda 6.75 metr xəttin içərisindən topu səbətə atdı, uğurlu olsun ki, yəni top səbətdən keçmədi, səbətə dəyib qayıdırsa, həmən komanda oyunçusu və komanda yoldaşları topa yiyələnərsə,
yenidən hücumunu davam etdirəcəklər. 6.75 metr xəttin, yəni daxilində. Yox, əgər müdafiə olunan komandanın oyunçuları bu zaman topun reboundunu ələ keçirəcəklərsə, artıq hücum təşkil edə bilməzlər. Yəni topu səbətə 6.75 metr xəttin daxilindən ata bilməzlər. Müdafiə olunan komandanın oyunçuları mütləq topu 6.75 metr xəttin xaricinə çıxarmalıdırlar ki, özləri üçün hücum şansı əldə etsinlər. Yəni bu qayda yalnız müdafiə olunan komandanın oyunçularına şamildir. Taymatlar da var. Hər bir komandanın götürə biləcəyi taymatlar birzə dənədir. Yəni hər komanda bu period ərzində bir dənə taymat götürə bilər. Taymatların da müddəti 30 saniyədir. Hər bir komanda bir taymat götürür. Taymatların da müddəti bəli 30 saniyədir. Oyun əlavələrə gedərsə, əlavə hissələrdə taymat verilmir. Hansı halda verilə bilər? Əgər əsas hissədə götürülməyən taymatlar götürülməyibsə, əsas hissədə taymat götürülməyibsə, bəli, əlavə hissədə həmən taymatdan istifadə etmək olar. Bu oyunda çek balla topun oyuna başlanması qaydalarına da bir aydınlıq gətirək. Çek balla top oyuna bəzi qaydalara aydınlıq gətirək, hansı hallarda başlanır. Misal üçün, bu oyunda belə bir qayda var ki, cərimə atışları verilməyən qayda pozuntuları var ki, cərimə atışları verilməyən. Cərimə atışları verilməyən qayda pozuntularında top oyuna çek balla başlayacaq. Topa sahib olma qayda pozuntularında, top oyuna çek balla başlanacaq. Top meydançanı yan xəttdən və arxa xəttdən tərk edərsə, top oyuna çek balla başlayacaq. Oyunda hesab bərabərə qalarsa, oyun əlavə vaxtlara gedir. Əlavə vaxtlardan sonra topun oyuna başlaması biz bilirik ki, top oyuna çek balla başlanacaq. Yəni adını çəkdiyimiz bu qaydalarda top oyuna çek balla başlanacaq. Çek ballada topun oyuna başlanması biz bir neçə dəqiqə bundan əvvəl də danışdıq ki, baxın bu hissədən olacaq. Səbətin altında olan düzbucaqlı xəttin uzunluğu müəllimlər olacaq 580 sm. Bu düzbucaqlı xəttin eni olacaq 490 sm. Yəni 4 metr 90 sm. Böyük basketbolda belə bir qayda var ki, cərimə atış xəttinin uzunluğu deyilir ki, 3 metr 60 sm-dir. Amma kiçik basketbolda belə bir qayda yoxdur. Cərimə atışları bildiyimiz kimi həmin baxın bu nahiyədən icra ediləcək. Arxa xətlərdən 2 metr boş zona olur, boş sahə. Yan xətlərdən 1,5 metr boş zona olur. Oyunun başlanması üçün bir komandanın mütləq hər komandanın bilir ki, 3 oyunçusu olur. 3 nəfər olmalıdır ki, oyun başlansın. Əgər hər hansı bir komandanın tərkibində 3-dən az oyunçu varsa, qaydalara uyğun olaraq 5 dəqiqə gözlənəcək, 5 dəqiqə müddətində həmən komandanın bərpası təmin olunmasa, azlıqda olan komandaya texniki məğlubiyyət veriləcək. Oyunun da hesabı müəllimlər bu cür olacaq. 21-0. Qalib komanda kimi isə protokolda 2-0 olaraq qeydə alınacaq. Oyuncu dəyişikliyə də məhdudiyyət yoxdur. Ehtiyat oyuncuların sayı biz bilirik ki, 1 nəfərdir. Bir nəfər bir-birləri ilə istənilən qədər dəyişilə bilər. Oyuncu dəyişində top ölü olmalıdır ki, oyuncular biri-birini əvəz edə bilsinlər. Oyuncuların biri-biri ilə əvəz olunmasında hakimdən icazə almasına heç ehtiyac yoxdur. Böyük basketbolda bu qayda var. Hakimdən icazə alınmalıdır. Amma kiçik basketbolda hakimdən icazə almasına ehtiyac yoxdur. Amma mütləq və yəni yalnız top ölü olan halda olmalıdır. Dəyişiklikdə oyuncular bir-birlərinə baxaq. Deyək ki, oyuncu dəyişilir, bir-birlərinə toxunmalıdırlar və oyuncu dəyişiklikləri yerinə yetirilir. Əgər oyuncular top canlı olaraq bir-birlərini əvəz edərlərsə, bu zaman həmən komandaya texniki faul veriləcək. Misal üçün, oyun zamanı topun uğurlu atışında oyuncu dəyişikliyi edildi. Artıq biz bilirik ki, həmən komandaya texniki faul veriləcək. Çünki 3 vuruş basketbolda uğurlu atışda top ölü olmur. Top canlı olur. Amma böyük basketbolda isə ölü olur. Buradan ora fərqlidir. Belə bir qayda var ki, cərimə atışları atılandan sonra oyuncu dəyişikliyinə icazə var. Yox, əgər sonuncu cərimə atışından sonra oyuncu dəyişikliyinə icazə yoxdur. Çünki sonuncu cərimə atışından sonra artıq biz bilirik ki, top canlı olacaq. Deməli, müəllimlər, bizə məlumdur ki, bu oyun bir periodlu oyundur. Həmən bu bir period 10 dəqiqə davam edir. 10 dəqiqədən artıq davam etmir. Bu oyun 2 halda oynanılır. 10 dəqiqə və 21 xala qədər. Bu oyunda komandalardan hər hansı biri 10 dəqiqənin
tam 10 dəqiqə tamam olmamış hər hansı bir komanda 21 xalla çatırsa, bilir ki, həmin komanda oyunun qalibi hesab olunacaq. Bu zaman oyun vaxtından əvvəl bitmiş hesab olunacaq. Əgər 10 dəqiqə müddətində tərəflərdən hər hansı biri 21 xala çatmayıbsa, 10 dəqiqənin sonuna qədər oyun davam edəcək. Sonda hansı komanda daha çox xal qazanırsa oyunu qalibi hesab olunacaq. Misal üçün necə? 21 xal olmadı, 10 dəqiqə mütləq oyun alınmalıdır. 10 dəqiqə bitəndən sonra baxırlar hansı komanda. Misal üçün A komandası 16, B komandası 15. Əlbəttə ki, qalib burada bu zaman müəyyən oyun oldu. Olar ki, bizim qarşımıza belə bir sual çıxa bilər ki, 3 vuruş basketbol idman oyununun əsas vaxtında bir komanda ən çox neçə xal toplaya bilər? Bu zaman biz cavab verməliyik ki, 22 xal. Yəni bu necə olur? Deyək, baxaq. Hesab A və B komandalar arasında keçirilən görüşdə hesab 20, deyək ki, 18-dir. A komandasının oyuncuları artıq bu zaman 10 dəqiqədə tamam olmayıb. Biz bilirik ki, 21 xal qazanan da hələ ki yoxdur. 10 dəqiqənin də hələ tamamı olmayıb. Bu fərqdə hələ ki oyun davam edir. Olur ki 6.75 metr xəttin xaricindən, çölündən A komandasının oyuncuları atdılar, top uğurlu oldu. 2 xal hesablanacaq. Olacaq 22-20. Yəni buna deyilir 22 xal artıq bu cür qazanmış hesab olundu. Artıq burada 10 dəqiqənin bitməsinə müəllimlər artıq hətta bircə dəqiqədə qalıbsa, misal üçün 3 dəqiqə qalıbsa, 5 dəqiqə qalıbsa, 4 dəqiqə qalıbsa, artıq biz 21-i keçdik də. Artıq qalib hesab müəyyən olundu. Yenə də 10 dəqiqənin bitməsinə, gözləməsinə ehtiyac yoxdur. Bu da oldu 22-20. Bizim hər birimizə məlumdur ki, 6.75 metr xəttin çölündən atılan hər uğurlu atış 2 xalla hesablanılır. Daxilindən atılan hər uğurlu atış 1 xalla hesablanır. Oyunda hesab bərabərə qalarsa, oyun müddətsiz overtime-a gedəcək. Yəni müddətsiz hesab bərabər deyək ki, məsələn baxın 10 dəqiqə bitdi, baxırlar. Hesab 16-16 oldu və yaxud da 17-17, 15-15. Bəli, bu zaman bərabərlik pozulmuyor. Qalib müəyyən olunması üçün oyun müddətsiz overtime-a gedəcək. Müddətsiz overtime-la fasiləyə qədər olan müddət olacaq 1 dəqiqə. Yəni 1 dəqiqə fasilə olacaq. 1 dəqiqə fasilədən sonra oyun başlanacaq. Müddətsiz overtime-da oyunun qalibi yəni necə müəyyən olunacaq? 2 xal qazanan komanda oyunun qalibi hesab olunacaq. 2 xal fərqi nəzərə alınmır. Yalnız 2 xal qazanan. Overtime-da qazanılan xallar əsas oyunda qazanılan xalların üstünə gələcək. Deyək ki, biz müəllimlər 17-17 ilə çıxmışıq çölə. Oyun əsas hissəsində hesab deyək ki, bərabər qalmışdı. 17-11. Deməli bu zaman biz bilirik ki, overtime-dan sonra qazanılan xallar bu xalların üstünə gələcək. Yəni ümumi hesabın üstünə gələcək. Belə. Misal üçün oyun dedi ki 17-17 əsas hissədə bitmiş oldu, bərabərə qaldılar. 1 dəqiqə fasilədən sonra əlavə vaxtlar oynanılacaq. Fasilədən sonra topu oyuna çek balla hansı komanda başlayacaq? Bəli, A komandası başlayacaq ya B komandası başlasın. Yəni burada bu necə olacaq? Oyun ilk başlayanda, püşkatmada müdafiə olunan komanda 6.75 metrlik xəttin içərisində qalmışdırsa, həmin komanda fasilədən sonra topu oyuna, hücuma, çek balla xaricdən başlayacaq. Oyun başlayan zaman 6.75 metr xəttin xaricinə atılan top uğurlu oldu. Deyək ki 17-17 komandalar çıxmışdı oyundan. Olacaq 18-17. Biz bilirik ki 1 xalda lazımdır. Yəni 2 xal qazanan. Bir neçə dəqiqədən sonra deyək ki həmin komanda 1 xalda qazandı. Olacaq 18-19-17 oyun bitmiş hesab olunacaq. Hər 2 xalı daxildən qazandı. Olar ki belə bir qayda olsun. 17-17 idi, bəli. Hücumda olan komanda 6.75 metr xəttin çölündən topu atdığı səbəbdə 2 xal. Axı buradan atılan toplar 2 xalla qiymətlənir. Avtomatik oyun bitmiş hesab olunacaq 19-17. Belə bir vəziyyət də yaranır ki, deyək ki, hücumda olan komandanın oyuncuları 6.75 metr xəttin içərisində hücumda olan komanda xəttin içərisində bir xallıq atış atdı, uğurlu oldu 18-17. Bir neçə dəqiqədən sonra B komandasının oyuncuları topu ələ keçirdilər. Bunlar da atdılar içəridən, daxildən. Oldu 18-18. Artıq bu komandaların hansı biri bir xal qazanacaqsa, olacaq 19-18.
Bəli, 19-18. Gördüyümüz kimi müəllimlər 2 xal qazanıldı, amma 2 xal fərqi yaranmadı. Bəli, burada 2 xal fərqi var, xeyr. 1 xal fərqi var, yəni 2 xal qazanılıb. Bir komanda overtime'da bir komanda maksimum 3 xal qazana bilər. Bu necə olur? Dediyimiz kimi 17-17 hesab bitmişdirsə, oyun getdi müddətsiz overtime'a 1 dəqiqə fasilədən sonra top oyuna çek balla başlayacaq. A komandası daxildən bir xallıq atış atdı, oldu 18-17. Bir neçə dəqiqədən sonra artıq xaricdən atdı A komandasının oyunçuları, oldu deyək ki 20-17. Yəni 3 xal bu cür qazanmaq olar. 3 xal necə qazanıldı? Birini daxildən atdı, daha sonra xaricdən atdı, 3 xal qazanıldı. Ən çox xal deyəndə bax bunu biz nəzərdə tutmalıyıq. Yox, əgər sual olar ki, müəllimlər, overtime-da nəzərə alsaq, bir komanda neçə xal toplaya bilər? Bu zaman biz cavab verməliyik ki, 23 xal toplaya bilər. Bu necə olur? Deyək ki, 10 dəqiqəlik oyun başa çatdı. Hesab bu zaman olub 20-20. Hər iki komandanın hesabında 20-20. Bərabərlik pozulmuyor. Yenə də bilir ki, oyun müddətsiz overtime-a gedəcək. Fasilədən sonra A komandasının deyək ki, oyunçu topu oyuna çek balla başlayanda daxildən atdı, oldu 21-20. Uğurlu oldu. Oldu 21-20. Bir neçə dəqiqədən sonra 6.75 metr xəttin çölündən topu səbətə atdı, olacaq 23-20. Bu da bu cür olur. Komandanın qayda pozma limitinə baxaq. Komandaların qayda pozma limiti 6-dır. Komandanın müəllimlər 6 qayda pozma limiti adi qayda pozuntularına görə də hesablana bilər. Adi qayda pozuntularında cərimə atışları verilmir. Yalnız rəqibə topa yiyələnmə haqqı verilir. Adi qayda dedikdə, adi qayda pozuntusu nədir? Atış hərəkəti olmayan qayda pozuntusundan söhbət gedir. Yəni top əlimdə, atış halında deyiləm. Bu zaman qayda pozuntusu olsa atış verilməyəcək. Yalnız topa yiyələnmə rəqibə veriləcək. Misal üçün rəqib mənim köynəyimi tutur, həddindən artıq mənə bədən hərəkəti göstərir. Yəni rəqib əlimdən tutur və sair bu kimi hallarda atış halı verilmir. Yalnız buna deyilir ki, adi qayda pozuntuları. Yəni bu 6 dənə qayda pozuntusu da adi qayda pozuntularına görə hesablana bilər. Komandanın hesabına qayda pozuntusu yazılır, amma cərimə atışları verilmir. Harda atış halı olunmayanda da, yəni adi qayda pozuntularına söhbət gedirsə budur. Yox, əgər oyunçu atış zamanı qayda pozuntusuna məruz qalarsa, atış nədirsə atışını edəcək. Əlbəttə ki, bu zaman artıq veriləcək. Limit dolandan sonra müəllimlər, adi qayda pozuntusu baş versə, baxın bu limit doldu, 6 dənə limit dolub. 7-ci qayda pozuntusu adi qayda pozuntusu olsa da belə artıq 2 sərbəst atış veriləcək. Artıq limit dolub bax ona görə. Ola bilər ki, 6-cı qayda pozma limitinə qədər, misal üçün, bir texniki foul olur, bir qeyri-idman foul olur və s. Bu kimi qayda pozuntular olarsa, limit də olmuyor. Əlbəttə ki, bunun üçün artıq cərimə atışı veriləcək. Belə. Komandanın 6-cı qayda pozma limitindən sonra qayda pozuntusu, dedi ki, misal üçün, 7-ci qayda pozuntusu baş verdi, artıq qayda pozan səbətinə 2 cərimə atışı veriləcək. 7-ci qayda pozuntusu adi qayda pozuntusu olsa da belə dedik ki, 2 cərimə atışı olacaq. Yəni baxın 7, 8, 9-cu qayda pozuntusuna qədər bu qayda pozanın komandanın hesabına artıq biz bilirik ki 2 cərimə atışı veriləcək, amma rəqibə topa yiyələnmə haqqı verilməyəcək. Belə. 9-dan sonra, yəni 10 və 10-cudan yuxarı olan qayda pozuntularında top səbətə atılacaq və topa yiyələnmə haqqı da topu səbətə atan oyuncuda qalacaq. Yəni mənə qarşı qayda pozuldu, 2 cərimə atışı atıram, atışdan sonra top məndə qalmır. Atış uğurlu olsa da müdafiə olan komanda topu səbətin altına götürəcək, topu oynaya başlayacaq. 10-cu və daha sonra edilən qayda pozuntularında isə həm atış edəcəm, həm də topa yiyələnmə haqqı da məndə qalacaq. Bu zaman top oyuna çek balla başlayacaq. 6.75 metr xəttin çölündən topu səbətə atan oyunçuya qarşı qayda pozuldu. Top səbətdən keçmədi. Burada bu zaman hələ ki deyək ki, limit dolmayıb. Aha, burada yazar limit dolmayıb. Top səbətdən keçmədi. Bu zaman 2 xallıq cərimə atışı atılacaq. Yox, əgər top səbətdən keçsə 2 xal hesablanacaq. Bu zaman 1 xallıq cərimə atışı yerinə yetiriləcək.
6.75 metr xəttin içərisindən topu səbətə atan oyunçuya qarşı qayda pozuldu. Top səbətdən keçmədi. Bir xallıq cərimə atışı veriləcək. Top səbətdən keçsə də bir xal sayılır, yenə də bir xallıq atış veriləcək. Deyək ki, limit doldurulur. Limit dolulur. Xaricdən, yəni çöldən atılan səbətə atılan top zamanı həmən oyunçuya qarşı qayda pozuldu. Top səbətdən keçdi. 2 xal hesablanacaq, 2 cərimə atışı veriləcək. Çünki limit doldurulub. Biz deyirik axı 6-dan sonra hər hansı bir qayda pozuntusuna görə 2 cərimə atışı atılacaq. Limit dolursa 2 xallıq cərimə atışı veriləcək. Bu zaman bizim qarşımıza belə bir sual gələr ki, 6.75 metr xəttin çölündən topu səbətə atan oyunçuya qarşı qayda pozuldu, top səbətdən keçdi. Top səbətdən keçdi. Bu zaman həmən komanda maksimum neçə xal toplaya bilər? Limit doldurulub, bu da olmalıdır. Bu da qaydadır. Maksimum ən çox olsa biz deyəcəyik ki 4 xal. Ən çox soruşursa deməli cərimə atışı uğurlu olub. Belə bir sual gələ bilər qarşımıza. 6.75 metr xəttin içərisindən topu səbətə atan oyunçuya qarşı qayda pozuldu. Top səbətdən keçdi. Bir xal limit dolub. 2 cərimə atışı veriləcək. Keçməsə limit dolub da keçməsə biz bilirik ki 2 xallıq cərimə atışı veriləcək. Oyunda olan digər folların fərqinə baxaq. Oyunda oyuncuların qayda biz bilirik ki bu oyunda oyunçunun üçün qayda pozma limiti yoxdur. Bir oyuncu nə qədər də qayda pozsa 3, 5, 7, 8, 10 və s. belə bir qayda pozuntusu etsə komandasının hesabına yazılacaq. Texniki follar bilirik ki bir atış verilir. Hər bir texniki folla bir cərimə atışı verilir. Bu oyunda oyuncu nə qədər texniki fol edərsə 1, 2, 3, 5 oyundan qovulmayacaq. Yalnız atışı veriləcək. Böyük basketbolda 2 texniki fol edən oyuncu oyundan qovular. Amma 3 basketbolda oyundan qovulma yoxdur. Texniki follara bəli bilirik ki bir atış verir. Texniki fol atışından sonra top sonda kimdə qalacaq? Top sonda onda olan komandanın özündə qalacaq. Yəni mən hücum edirəm, rəqibə qarşı texniki fol etdim. B komandasının oyunçusu, yəni rəqib mənim səbətimə 2 xallıq atış atacaq. Üzr istəyirəm, 1 xallıq atış atacaq. Hücumda mənəm, özümdə texniki fol edirəm. Top sonda rəqibdə yox, məndə qalacaq. Mənə hücuma başlamaq üçün neçə saniyə vaxt veriləcək? Hücumun bitməsinə əgər 3, 5, 4, 7, 8 saniyə qalmışsa, oyunun vaxtın qaldığı yerdən hücuma başlayacağam. Bu qayda bu cürdür. Texniki folda biz bilirik ki, təmas edilməyən texniki foldur. Yəni burada sözlə, ifadə ilə, kəlmə ilə, bir-birlərinə xoşagəlməz sözlə bunun adı olur texniki fol. Texniki fol hücum edən komanda etsə, səbətinə atış atılacaq, top sonda həmən texniki fol edən komandaya veriləcək. Hücumun bitməsinə neçə saniyə qalmışsa, həmən vaxtdan, həmən müddətdən hücumunu başa vuracaq. Texniki fol müdafiə olunan komanda etsə, bəli, bilirik ki, səbətinə bir atış veriləcək. Deyək ki, mən hücumdayam, mənə qarşı texniki fol etdi müdafiə olunan komanda. Rəqibin səbətinə bir xallıq atış atacağam. Bir xallıq atışdan da sonra top bilirik ki, yenidən məndə qalacaq. Artıq mənə hücumu başa vurmaq üçün 12 saniyə vaxt veriləcək. Yadımızda olmuşkən, burada belə bir qaydanı deyim ki, müəllimlər, baxın, deyək ki, biz oyunun gedişatında topu atdım səbətə, top səbətə dəydi, qayıtdı, təkrar tutdum. Burada artıq mənə 5 saniyə qalmışsa hücumun bitməyinə, artıq mənə 12 saniyə vaxt veriləcək. Bu qaydanı da yadımızda saxlayaq. Qeyri-idman folunda bildiyimiz kimi qeyri-idman follarına 2 cərimə atışı verilir. Qeyri-idman folunda oyun necə davam edir? Bəli, 2 cərimə atışı veriləcək. Əgər mən birinci qeyri-idman folunu edirəmsə, rəqib mənim səbətimə 2 cərimə atışı atacaq. Top sonunda yenidən məndə qalacaq. Topa yələmə haqqı artıq rəqibə verilmir. Yəni cərimə atışını yerinə yetirən komandaya verilmir. Yox, əgər ikinci qeyri-idman folunu etsəm, səbətimə 2 atış veriləcək. Sonda topu səbətə atan oyuncuda qalacaq. Yəni mənə qarşı deyək ki, 2 qeyri-idman fol edildi. Rəqibin səbətinə 2 xallıq atış atdım və yerindən topda hücuma başlamaq üçün top mənə veriləcək. Topu oynamaya çek balla başlayacağam. 12 saniyə vaxt mənə asılacaq. Texniki follarda dedik ki, oyuncu oyundan qovulmur, amma bir oyuncu 2 qeyri-idman fol etsə, ikinci qeyri-idman folundan sonra oyuncu oyundan qovulacaq.
Müəllimlər, ola bilər ki, birinci qeyri-idman faulunu etdim, səbətimə 2 atış atılacaq, topa yiyələmə haqqı da rəqibdə qalacaq. Bu necə olur? Komanda əgər 10-cu qayda pozuntusuna yaxındırsa, çatıbsa, bəli, 10-cu qayda pozuntusuna çatıbsa, 2 cərimə atışı topa yiyələnmə rəqibdə qalacaq. Yəni topu səbətdəki hansı komanda atsa onda qalacaq. Yəni ilk birinci qeyri-idman faulunda. Yəni birinci idman qeyri faulu 10-cu qayda pozuntusu hesab olundusa, 2 atış və topa yiyələnmə. Çünki bax belə olur da. Çünki biz dedik axı 10-cu qayda pozuntularında topa yiyələnmə var. Misal üçün belə deyək də 8-ci komanda 8 qayda pozma limiti var, 8 qayda pozma limit edib. Bir dənə qeyri-idman faulu etsə həmən komanda 10-cu qayda pozma limiti hesab olunacaq. Qeyri-idman faulu 2 qayda pozuntusu kimi təsir edir. Və onun üçün də topu səbətə atan oyunçu top sonda həmən oyunçuda qalacaq. Həmən komandada yəni topa yiyələnmə olacaq. Diskalifiyə edici faullarda elə birinci diskalifiyə edici faulda oyunçu oyundan qovulur. İlk elə birincisində səbətinə 2 xallı atış veriləcək. Topa yiyələnmə olacaq. Bəli, topu səbətə atan oyunçuda, top sonda topu səbətə atan oyunçuda qalacaq. Diskalifiyə edici faullarda bu cürdür. Texniki faul və diskalifiyə edici qayda pozuntusunda istənilən oyunçu cərimə atışını yerinə yetirə bilər. Amma top atış halında olmayıbsa, top atış halında deyilsə, qayda pozuntusu olduğu texniki faul və s. diskalifiyə edici faul istənilən komandanın oyunçusu cərimə atışlarını buradan yerinə yetirə bilər. Yox, əgər atış halında olmuşdursa, qayda hansı komandaya qarşı pozulmuşdur, hansı oyunçuya qarşı pozulmuşsa, yəni ki, Əhməd özü gəlib özü atacaq. Əhmədə qarşı qayda pozulur. Yəni atış halında olanda Əhməd özü atış halında olmasa, Əhmədin istənilən biri komanda oyunçusu topu səbətə ata bilər. Qeyri-idman faulunda da bu cürdür. Məsələn, qeyri-idman faul və diskalifiyə edici faul atış halında olubsa, qayda kimə qarşı pozulubsa, həmən oyunçu cərimə atışlarını yerinə yetirəcək. Atış halında olmayıbsa, istənilən bir oyunçu cərimə atışını yerinə yetirə bilər. Deməli, müəllimlər, cərimə atışları yerinə yetirilən zaman hər komandanın neçə oyunçu 6.75 metr xəttin, yəni bu səbətin altında olan düzbucaqlı xəttin yanında qalır, səbətə yaxın olan hissədə hər komandanın 3 oyunçusu qala bilər. Bunların burada qalmaqda məqsədi odur ki, uğursuz cərimə atışından sonra hər iki komandanın oyunçuları topa cəhd edəcəklər. Onun üçün də burada qalmağa icazə var. Deməli, biz bilirik ki, müəllimlər, cərimə atışlarından sonra top cərimə atışlarını yerinə yetirən komandada qalacaqsa, bu zaman 6.75 metr xəttin içərisində hər hansı bir oyunçunun qalmasına ehtiyac yoxdur. Çünki deyək ki, texniki faul atışlarında top sonda həmən kimdə qalır? Top sonda onda olan komandada. Qeyri-idman faullarında da bu cür. Çünki biz bilirik ki, bu zaman top hər hansı bir komandada qalır. Artıq burada qalmağa, hər hansı bir oyunçunun qalmağına ehtiyac yoxdur. Mübahisəli top da vəziyyətləri var. Mübahisəli top olanda bilir ki, top müdafiə olan komandaya verilir. Qalibə veriləcək 2 xal. Qalibə 2 xal verilir. Məğluba isə 1 xal verilir. Topların çəkisi nə qədərdir? Bu oyunlarda istifadə olunan topun çəkisi 580 620 qrama qədərdir. 72 və 74, çevrəsi 72-74-dür santimetr. 6 nömrəli topdan istifadə olunur. Qadınlarda və kişilərdə eyni kateqoriyalı topdur. Dərsimizin sonuna çatdıq, hörmətli müəllimlər. Hesab edirəm ki, bizə lazım olan qaydalar haqqında danışdıq. 3 vuruz basketbol idman oyununun bir çox qaydalarına aydınlıq gətirildi. Hesab edirəm ki, bunu mənimsəyə bilsək, istənilən bir suala cavab vermək bizim üçün hər hansı bir çətinlik yaratmayacaq. Sağ olun.